Artıq elə bil ki, Mahmudovdan çox doktor daha çox uyğunlaşıb. Mən həm də həkimlik eləyirəm. 6-cı günlər həkim kimi işləyirəm ona görə. Rəşid müəllim, bax bu, Allah ömür versin, 87 yaşında, amma hələ də fəaliyyətdədir. Bəli. Eyni zamanda kitablar yazır, indi biz buna toxunacağıq. Rəşid müəllim, bizim ilk ənənəvi suallarımız var ki, buyurun. Əşyalarla bağlıdır. Sizin ilk əşyanız nə olub, onu xatırlayırsınızmı? Əşya mənim, deməli, bir ruçka bağışlayıb mənə, əşya deyəndə Tibb Universitetinin 4-cü kursunda oxuyurdum. Köynə Şamiyan xəstəxanasının 2-ci etajındaydıq tələbələr. Orada da remont gedirdi. Deməli, pəncərənin qırağında durmuşdum belə. Sən demə, pəncərəni də qoyublar beləcə oraya. Heç pəncərəni bərkitməyiblər oraya. Eləcə qoyublar oraya. Uşaqlardan bəri tələdi, oradan üstündə şüşəli zadlı 2-ci etajdan belə bir dünya dağıldı elə. Düşdünüz yerə? Mən düşmədim, pəncərə düşdü. Pəncərə düşdü, amma siz toxundunuz. Mən toxundum, məni toxundurdular da, uşaqlar kimsə zarafat edirdi. Bu momentdə kim çıxsa yaxşı? Emin Efendiyev. Professor Emin Efendiyev çox böyük adam idi o. Doğrudan da mənim müəllimlərim məni edib. Doğrudan da müəllim öyrədir hər şeyi. Bəli. Bizim professorumuz idi. O da içəridə leksiya deyir. Bu gürültüyə zada bu da çıxdı. Çıxdı, gəldi, kim elif, heç kəs boynunu almır. 25 nəfər tələbə var burada. Bayırdayıq, yəni içəridə 2-ci etajda. Foyedəyik belə, böyük foye. Kim elif, qıpqırmızı qızarmışam. Dedim, hörmətli professor, mən eləmişəm, bilmədim, belə toxundum ona dedi. Cibindən bir ruçka, həm göy, həm qırmızı, həm də yaşıl yazır. O vaxt İtalyansk ruçkalar gəlir daha. Bax, onu ilk dəfə onu mənə verdilər. Maraqlıdır. Onu mənə bağışladı, indi qulaq as. Mənlə söhbət elədiyi yerdə o baxdı, bu vaxtda o yox oldu. Ruçka mənə gəlib çatmadı.